Herkese salam. Bugün sizlerle birlikte size ara sözleri izah edeceğim. 8. sınıf Azərbaycan dili dərsliyindən. Aha, deməli birinci nə öyrənəcəyik? Ara sözlərin nə olduğunu biləcəyik. Kitabı bildik ki, cümlədə müraciət olunan bildirir. Ara sözlər də danışanın ifadə etdiyi fikrə münasibət bildirir. Ora yazaq. Aha, yazdıq ki, danışan ifadə etdiyi fikrə münasibət bildirir. Məsələn, rəngini dəyişək, mavi eləyək. Aha. Məsələn, yazaq ki, yazdım ki, nəhayət biz uzun sürən ayrılıqdan sonra qovuşduq. Burada nəhayət ara sözdür. Ara sözlər cümlənin hər yerində işlənə bilər. İfadə etdiyi vasitəsi isə modal sözlərdir. Yəni ara sözlərlə modal sözlər eyni bir şeydir. İfadə vasitələri ancaq. Aha, indi sizə ara sözlərin məna növlərini yazacağam. Ona görə bunları silək. Yazaq ki, bura ara sözlərin məna növləri. Ara sözlərin məna növləri. Düzdür? Aha, ara sözlərin məna növlərində birinci təsdiq bildirən, təsdiq, yəni ki, yəqinlik bildirən eyni şeydir. Təsdiq, yəqinlik bildirən ara sözlər hansılardır? Bunu belə yazacağım. Əlbəttə, həqiqətən, doğrudan da, doğrusu, doğrudur, daha doğrusu doğrudur, düzdür, düzü, sözün düzü, sözün doğrusu, doğrudan da yazmışdıq. Bəli. Təbii ki. Bunlar çoxdur. Yarısını yazım, bəsdir. Sözsüz, şəksiz ki. Bunlar məncə kifayətdir. Bura qoyduq. İndi ikinci nə? İkinci nədir? İkinci ehtimal bildirənlərdir. Ehtimal. Aha, oranı sildim çünki ora qarışıq idi. İkinci ehtimal bildirənlər. Ehtimal. Gümən, şübhə bildirənlər. Bəlkə, deyəsən, yəqin ki, bəlkə də, güman ki, ehtimal ki. Onları bura yazmıram. Siz onları eşidib yazarsınız dəftərə.
güman, görünür, olsun ki. Bunlar da ehtimal, güman, şübhə bildirənlərə aiddir. Daha sonra təəssüf bildirən ara sözlər. Üçüncü. Təəssüf bildirən ara sözlər hansılardır? Heyif. Heyif ki. Təəssüf. Təəssüf ki. Hayıf. Hayıf. Hayıf ki. Əfsus ki. Əfsus. Əfsus ki. Bunlar da təəssüf bildirən ara sözlərə aiddir. Bu az idi. Dördüncü. Dördüncü müqayisə bildirənlərdir. Müqayisə. Aha. Müqayisə bildirənlər hansılardır? Onlar da azdır. Yazar onları da tək-tək. Sanki, elə bil, elə bil ki, güya. Bunlar da müqayisəyə bildirən ara sözlərə aid idi. Beşinci fikrin. Bunu belə yazın. Fikrin ardıcıl. Fikrin ardıcıllığını və sırasını bildirən ara sözlər. Hansılardır yazaq? Birincisi, ikincisi, üçüncüsü, bir də əvvəla. Deyirsiniz ki, məsəl üçün, birincisi mən bunu edəcəm, ikincisi ora getdi, üçüncüsü biz bunu etdik. Belə bir şey var ya. Onun kimi. Altıncısı və sonuncusu fikrin mənbəyini bildirənlər. Fikrin mənbəyini bildirənlər. Fikrin mənbəyini bildirənlər, onsuz da bilirsiniz. Məncə, səncə, bizcə, fikrimcə, zənnimcə, mənə görə. İndi buraya yazılır, çatmadı. Sənə görə, bizə görə, sizə görə, deyilənə görə, atalar demişkən, bunlara aiddir. Uşaqlar, bağışlayın, 6 dənə deyildi, 7 dənə idi. Mən qarışıq salmışam yerlərini. 7-ci və sonuncu nəticə bildirənlər. Ümumən, ara sözlərin 7 əsas məna növü vardır. Nəticə və ümumiləşdirmə bildirənlər. Xülasə, nəhayət, deməli, ümumiləşdirmə, beləliklə, qısası, uzun sözün qısası, müxtəsər, qərəz, əlqərəz. Bunlar da nəticə və ümumiləşdirmə mənasını bildirən sözlərə aiddir. Ara sözlər əsasən cümlənin əvvəlində işlənə bilir, amma bəzən də cümlənin ortasında, təsadüfi hallarda isə sonlarında işlənə bilir. Bugünlük bura qədər, sağ olun, salamat qalın.